Paris, Lyon, Rennes, Marseille. Fransa küçələri etiraz aksiyalarının ağışındadır. Bu yüz minlərlə etirazçının hökumətin iqtisadi planlarına qarşı qəzəbinin təzahürüdür. İxtişaşlar baş nazir François Bayronun istefası və posta prezident Emmanuel Macronun yaxın müttəfiqi Sébastien Lecornunun gəlişindən sonra baş verib. Onun hökumət büdcəsinin azaldılması ilə bağlı etdiyi təklif gərginliyi bir qədər də alovlandırıb. Bir tərəfdən qatar, tramvay, avtobus sürücüləri, məktəb müəllimləri və digər əməkdaşlar tətil elan edir. Digər tərəfdən tibbi işçiləri mitinqlərə qoşularaq qiymət siyasətinə etirazını bildirir. Paralel olaraq Parisdə bir çox metro xətti bağlanıb. Qısa müddət ərzində 250-dən çox nümayiş keçirilib. Aksiya təşkilatçıları tətil və etiraz nümayişlərində 1 milyon insanın iştirak etdiyini bildirib. Buradaki ekonomik sıkıntı tabii ki Fransa'nın kendi özelindeki ekonomik sıkıntılarla birlikte küresel dünyanın özellikle kıtlıkla baş başa kaldığı bu süreçte yine dünyanın birçok noktasındaki savaşlar ve işsizlik oranıyla üretim oranı arasındaki o dengesizliklerden kaynaklı birçok sebep bu tür olayların gelişmesine neden olmuştur. Kütləvi ixtişaşların başlaması Fransada siyasi böhranın hökm sürdüyü bir vaxtda təsadüf edir. Etirazçılar ölkənin cənub-şərqində toplaşaraq magistral yolda nəqliyyatın hərəkətinə də mane olublar. Bəzi yanacaq doldurma məntəqələrinin bağlanması üçün əraziyə od vurulub. Bu səbəbdən də asayişin təmin edilməsi üçün müxtəlif şəhərlərdə çoxsaylı polis qüvvələri yerləşdirilib. Lakin gərginlik pik səviyyəyə yüksəldiyindən miting iştirakçılarına qarşı göz yaşardıcı qaz və qalxanlardan istifadə edilib. Polis və etirazçılar arasında toqquşma zamanı 300-dən çox şəxs saxlanılıb. Həmçinin xəsarət alanların da olduğu bildirilir. Sosial xərcləri azaltmaq planlarına qarşı keçirilən mitinqlər zamanı Bayro hökuməti dövründə nəzərdə tutulan büdcə kəsirlərinin ləğv edilməsi istənilir. Eyni zamanda iştirakçılar etirazlarla ictimai xidmətlərə daha çox vəsait ayrılması və varlılar üçün vergilərin artırılmasını hədəfləyir. Ekspertlər hesab edirlər ki, maliyyə məsələlərinin qabardılması ilə keçirilən ixtişaşlar əslində Macron hakimiyyətinə yönəlib. Son bir ildə 4 hökumət formalaşdırıbdır və iqtisadiyyatda heç bir irəliləyiş əldə edə bilməyibdir. Fransanın ixracat gücü potensialı azalmaqdadır. Euro bahalaşdıqca Fransanın ixracat gücü azalır. Digər tərəfdən bugün Fransanın büdcəsində 160 milyard dollarlıq bir yırtıq vardır. Bir kəsir vardır ki, onu Macron neçə hökumət dəyişsə də həmin o büdcə dəliyin örtə bilməz. Digər tərəfdən Fransada gedən proseslərin arxasında Kreml hakimiyyəti dayanır. Şagirdlər, tələbələr də qoşulublar bu məsələlərə və getdikcə bu qartopası kimi artmaqdadır. Hazırda Macronun 7-ci hökumət başçısı olan baş nazir Sébastien Lecornu büdcə ilə bağlı kompromis əldə etmək üçün müxalif partiyaları ilə danışıqlar aparır. Paralel olaraq etiraz dalğasının böyüyərək daha da genişlənməsi isə məsələnin həll yolunu bir qədər də qəlizləşdirir. Rəqəmlər göstərir ki, etirazlar Fransada 2023-cü ildə Macronun pensiya islahatına qarşı baş verən ixtişaşlardan sonra ən böyük nümayişlərdir.